Cavad xan niyə təslim olmadı? Bir hökümdarın cavabı necə tarixə çevrildi? 1804-cü il qışın sərt gecələrindən biri Rusiya İmperiyasının ordusu Gəncənin qapılarına dayanır. General Sisyanov şəhərin təslim olmasını tələb edir. Amma Cavad xan Qacarın cavabı tarixə həkk olunur. Sən Gəncəyə yalnız mənim meydimin üstündən keçə bilərsən. Və döyüş başlayır. Top atəşləri divarları dağıdır, şəhər alova bürünür. Amma Cavad xan geri çəkilmir. O sadəcə əmr vermirdi, özü də ön cəbhədə vuruşurdu. Hətta oğlu ilə çiyin-çiyinə döyüşürdü. Həmin gecə Cavad xan şəhid olur. Onun məzarı illərlə unudulur. Ta ki 1962-ci ilə qədər. Bir qazıntı zamanı torpağın altından qədim baş daşı çıxır. Üzərində ərəb yazıları vardı. Bu Cavad xanın məzarı idi. Təxminən 150 il sonra tarix yenidən üzə çıxdı. 1990-cı ildə qalıqları yenidən dəfn olundu, 2005-ci ildə isə türbə ucaldıldı. Heydər Əliyev fondu bu irsin qorunmasına və Cavad xanın xatirəsinin yaşadılmasına dəstək verdi. Tarixi torpağa bastırmaq olar, amma onu yox etmək mümkün deyil.